Salam, hər kəsi xoş gördük. Sağlam Söhbət podkastının yeni buraxılışı ilə qarşınızdayıq. Həmişə olduğu kimi bu dəfə də çox maraqlı bir qonağımız var. Qonağımız Yaşam Çiçəyi Mərkəzinin rəhbəri psixoloq Günel Hacızadədir. Xoş gəlmisiniz Günel xanım. Xoş gördük. İstəyərdim ilk olaraq elə yeni açılan mərkəzinizin adı ilə başlayaq söhbətimizə. Yaşam Çiçəyi Mərkəzi çox maraqlı ad seçimidir. Yəni bu ad seçiminin əsas səbəbi nədir? Salam Könül xanım, izləyicilər də salamlayıram. Bəli, yaşam çiçəyinin çox böyük bir mənası var əslində. Hansı ki, qədimi tarixi abidələrdə həmin yaşam çiçəyinin simvolu tapılıb, dəfələrlə Misir abidələrində, Yunan abidələrində, hətta Azərbaycan ətrafı olan bölgələrdə belə bu simvolun tapıblar. Əsas səbəbi isə nədir? Yəni mənası nədir bunun? İlahi bir nizamı simvolizə edir. Həmçinin ruh və bədənin bir-biri ilə harmoniyasını əks etdirir. Və biz də ruhla işlədiyimiz üçün, təbii ki, ruhi sağlamlıqla işlədiyimiz üçün mərkəzimizi belə bir adla simvolizə etmək istədik. Günel xanım, son illər uşaqlarda aqressiya, davranış çətinlikləri, diqqət problemləri yaşanır. Sizcə bu artımın səbəbi nələrdir? Ümumiyyətlə, bu artımın səbəbi əsasən mən deyərdim ki, mavi ekranın çox olmasıdır. Uşaqların sosial belə deyək mühitdə daha az iştirak etməsidir. Və bəzən mən bunu deyəndə valideynlər şikayətlənirlər ki, bəs nə edək? Mavi ekrana baxaraq bizim uşaqlarımız rus dilini öyrənirlər, ingilis dilini öyrənirlər. Əlbəttə ki, müsbət tərəfləri də var. Mən demirəm ki, ümumiyyətlə televizora baxmasın uşaq, telefonu tanımasın. Əlbəttə ki, tanımalıdır, bilməlidir. Çünki müasir bir dönəmdə yaşayırıq, texnologiya dönəmində yaşayırıq. Sadəcə olaraq hər şeyin bir sərhəddi, bir limiti olmalıdır. Hər şeyin bir başlanğıc müddəti olmalıdır. Əsasən inkişaf dönəmində uşaqların məsələn 5 aylıq bir uşağı ekran qarşısına qoymaq düzgün deyil. 1 yaşından sonra ən azından, bəzən təbii ki, kitablarda 3 yaş göstərilir, amma bu biraz qeyri-mümkün bir şeydir. Valideyn bütün gün əlində telefon necə ola bilər ki, uşaq yəni 3 yaşına qədər ümumiyyətlə telefona yaxın getməsin. Nəzərə alsaq ki, 2 yaş dönəmində bir kriz dönəmi var. Çevrəsindəki hər şeylə maraqlanır. Evdə böyük bir dənə ekran var və yanmır. Uşağa maraqlı gələcək ki, o nədir? İndi söz yox, elə valideynlər var ki, bunu bacarır. Amma evin içərisində eləyə bilir onu. Sonra çölə çıxanda uşaq onun görəndə ki, belə bir şey varmış, o da uşaq üçün əslində biraz neqativ təsirdir. Yəni 1 yaşından sonra okey qoya bilərsiniz, ancaq yenə dediyim kimi müəyyən bir zaman aralığında və nəyi izlədiyini də diqqət etmək lazımdır. Yəni biraz antireklamdır, reklamdır kimi bir şey olacaq, amma Labubu məsəl üçün oyuncağıdır, onun nə bilim cizgi filmləridir, sonra Kromidir. Bunlar əslində aqressiyanı yayan cizgi filmlərdir. Və bununla böyüyən uşaqda necə aqressiya olmasın? Bəli. Amma indi biz ümumiyyətlə bir oyuncaq mağazalarına baxsaq, adi uşaqların geyimlərinə baxsaq, üzərində demək olar ki, əksəriyyəti ilə sadaladığınız o həmin cizgi film qəhrəmanlarının, personajların fotolarıdır, şəkilləridir və uşaqlara da artıq məncə şuuraltı bu yeridilirmi? Ya necə olur? Bu barədə də fikrinizi öyrənmək istəyərdim. Bəli, çox təəssüf ki, bu dediyiniz də var. Həmçinin biraz da kommersiya məqsədi daşıyır ki, uşaqlar bunu sevdilər, çox yayıldı. Gəlin hər şeyin üstünə onun simvolunu yapışdıraq, sataq, onsuz da alınacaqdır. Ki, həqiqətən də elədir. Çox təəssüflənərək deyirəm ki, həqiqətən də elədir. Üzərində o loqo var deyə daha çox satılır. Niyə? Çünki uşaq çoxluğu görür. Məsəl üçün qonşunun uşağında görür, ya məktəbdəki sinif yoldaşında görür və avtomatik fikirləşir ki, niyə məndə olmasın? O onu dərk eləmir ki, əslində o aqressiya yayan bir şeydir. İndi deyə bilər ki, oyuncaq necə aqressiya yayar? Amma ki, o üzərində seçilmiş rənglər olsun, üz mimikası olsun, uşağa çox təsir eləyir. Ümumiyyətlə, baxın, bir dönəm, hansı ki, 90-ların, 2000-lərin əvvəlində Barbie oyuncaqları çox dəbdə idi. Bütün qızlar Barbie oyuncağından istifadə eləyirdi və görürsünüz ki, artıq get-gedə barbiləşmə gedir. Fərqindəsizmi? Estetik əməliyyatlar niyə bu qədər çox yayılıb? Özlərini insanlar mükəmməlləşdirməyə çalışır vizual olaraq. Daha belim incə olsun, üz cizgilərim daha gözə gəlimli olsun, dodağım belə olsun və s. Və bu özü psixoloji bir təsirdir əslində. O oyuncağı ilə oynayıb və qadın olmağı o cür təsəvvüründə canlandırıb ki, qadın olmaq, ideal qadın olmaq bu obrazda olmaq deməkdir. İndi də aqressiyanı bu formada yayırlar.
Bəli. Bəs Günel xanım, elə çox maraqlı mövzuya toxundunuz. Bu estetik dediyiniz bu insanların özünü estetik əməliyyatlarla müəyyən formalara salması, bu ümumiyyətlə insanlarda hansı psixoloji durumdan qaynaqlanır? Bu əslində özünü qəbul etməmədir. Bilirsiniz, biri var türklər demişkən zorunlu olan bir məsələlər. Məsəl üçün insanın burundan məsəl üçün başlayaq da, həqiqətən də ehtiyacı var deyək ki, həm nəfəs ala bilmir, həm də ki, tutaq ki, vizual olaraq özünü güzgüdə baxanda çox həqiqətən də böyük görünür, irsi olaraq var da, istər-istəməz nəsildən nəslə ötürülür və yaxud da uşaq vaxtı yıxılıb, həqiqətən də çox pis bir yerdən qırılıb burunun. Əlbəttə ki, o estetik müdaxilə artıq o insanın ehtiyacı var. Var ki, elə insanlar baxırsan burnunda heç bir qüsur yoxdur, amma o qədər qəlibləşib ki, standartlaşıb ki, artıq müəyyən şeylər. Deyir ki, yox, istəyirəm biraz daha balaca olsun, biraz daha filan formada olsun. Ehtiyacın yoxdur, bu ehtiyac deyil artıq. Bu özünü qəbul etməmədir, bu kompleksdir. Yəni hətta qabırğasını götürən insanlar var ki, belə daha ekstra incə görünsün. Yəni az deyil ki, insanlar hal-hazırda həyatını itirirlər sırf liposaksiya ilə bədənini yığdırdığı üçün. Bunların hamısı əslində özünü olduğu kimi qəbul etməmədən qaynaqlanır. Yenə burada da əslində insanların bir-birini belə deyək, bir-birini qəbul etməməsindən irəli gəlir. Hər kəsin bir standartı var, idealı var. Olduğu kimi qəbul etməmə var. Bu özü artıq məncə psixoloji bir problemdir və qloballaşmış bir şeydir hal-hazırda. Psixoloqa müraciət etməlidir belə şəxslər. Əslində hə, amma heç kəs gəlib demir ki, mən estetik əməliyyata ehtiyac duyduğum üçün gəlmişəm psixoloqa. Heç kəs bunun üçün müraciət etmir təəssüf ki. Bəs ümumiyyətlə psixoloqa getmək necə? Məncə bizim ölkədə bir stereotip var ki, psixoloqa getmək biraz bir çətin vəziyyət kimi dəyərləndirilir insanlarda. İnsanlar psixoloqa getmək istəmirlər, halbuki ehtiyac olsa da. Biz əslində bu stereotipləri artıq aşmışıq. Yəni mən deməzdim ki, müraciətlər azdır. Sadəcə olaraq həqiqətən psixoloqa ehtiyacı olduğu halda müraciət etməyən insanlar hələ də var. Hətta uşaqlarda da bu şeyi müşahidə edirik. Məsəl üçün bizim mərkəzimizdə olan bir uşaq var. Onun sinif yoldaşlarının həqiqətən ehtiyacı var. 2 uşaqdılar, iki qardaşdılar və ehtiyacı var bu uşaqların psixoloqa getməyə. Valideyn qəbul eləmir. Deyir, mənim uşağımın psixoloqa ehtiyacı yoxdur. Müəllimə düzgün əl ala bilmir sinifi. Yəni müəllimənin bir növ boynuna qoyur. Hansı ki, həmin valideyn evdə həmin uşağı idarə edə bilmir. Çünki davranış problemi var. Valideyn bunu qəbul eləmək istəmir. Bunu normal olaraq görür ki, yəni uşaq da dəcəllik eləməlidir. Amma dəcəlliyin belə bir sərhəddi var. Müəyyən bir norması var. Həmçinin psixoloji problemdə də deyək ki, bir yeniyetməni gətirir valideyn yanımıza. Baxırsan ki, uşağın problemi yoxdur. Uşağın problemi valideynin onunla olan davranışından qaynaqlanır. Və valideyn özündə problemi görmür. Deyir, nə var ki, mənim də valideynim məndən belə davranırdı. Amma biz nəzərə almalıyıq ki, hər dönəmin öz belə deyək psixologiyası var. Psixologiya dönəmsel olaraq dəyişən bir şeydir. Yəni çünki biz sosial mühitdə böyüyürük. Axı nə qədər bir ailənin içərisində böyüsək də, sosial mühitdə yetişirik daha doğrusu. Və evin içi başqa, çöl başqa olanda, çöldəki belə deyək də mühit başqa olanda istər-istəməz bir təzad yaranır və partlayışlar ortaya çıxır. Yəni belə deyək, insanlar özündə problem görmür deyə problemi başqalarına yönəldirlər, belə də yükləyirlər. Bəli. Bayaq 2 yaş sindromu məsələsinə toxundunuz. İstəyərdim elə bu dövrdən danışaq biraz. Uşaqlarda ən çox 2 yaş sindromu deyilən dövrdə ən çox hansı əlamətlər özünü göstərir, müşahidə olunur? 2 yaş sindromu əslində çox həm inkişaf periodu cəhətdən çox önəmli bir dönəmdir. Həm də ki, çox ağır bir dönəmdir deyərdim. Yaşamın ilk ağır krizi deyərdik. Uşaq özü də əslində nəyə uğradığının fərqində deyil və valideyn onu başa düşə bilmir deyə böyük bir kriz yaşanır. Kriz əslində orada valideynin uşağı başa düşməməsindən belə deyək irəli gəlir. Bəli. Çünki uşaq özü də nə istədiyini bilmir. Özünü bir insan kimi, bir fərd kimi kəşf eləməyə başlayır. Özünü ifadə də eləyə bilmir tam. Nə istədiyini çünki bilmir. Mərkəzinizə müraciət edən valideynlər məlumatlıdırmı bu 2 yaş sindromu dövrü periodik, yəni belə bir dövr olduğu barədə?
Belə deyərdim mən. Adətən, yəni mənə olan müraciətlərdən gedir də söhbət. Başqa psixoloqlarda bilmirəm necədir. Adətən müraciət edənlər 2 yaş sindromu haqqında məlumatı olmayanlar olur. Yəni mərkəzə yaxınlaşandan sonra hə məlumat olur ki, 2 yaş sindromu deyə bir şey varmış. 2 yaş sindromundan xəbəri olan valideynlər adətən müraciət eləmirlər bizdə. Yəni mənə müraciət edən olmayıb. Fərqində olan elə bir valideyn olmayıbdı ki, hə mən fərqindəyəm ki, 2 yaş sindromundadır övladım və ona görə psixoloqa gətirmişəm. Bunu deyən hələ ki olmayıb məndə. Gələndən sonra öyrəniblər. Bəziləri davamlı olaraq sonra gətiriblər. Bəziləri isə deyib ki, hə onda öz-özünə düzələcəksə aparım evə, amma öz-özünə düzəlmə deyə bir şey yoxdur da. Valideynin yanaşmasını dəyişməlidir. Bəli. Bəzən ən çox nə görürük? Mağazalarda və yaxud da parkda özünü yerə yıxıb, ayaqlarını çırpan uşaq ağlayır, özünü yerə çırpır. Yəni uşaq sizcə bunu niyə edir? Valideyn həmin anı uşaqda necə düzgün şəkildə idarə edə bilər? Mən özüm də anayam. Bu videoda məni görənlər deyəcək, ya bu xanımı görmüşdüm, uşağı ilə marketdə idilər falan. Bu çox normal, təbii bir hadisədir. Burada əsas məsələ bilirsiniz nədir? Valideynin qərarlılığıdır. Mənim özüm dəfələrlə şahid olduğum, yəni özümə qarşı olunan bir şey deyim. Yəni uşağın istədiyi şeyi almıram. Səbəbi var almıram da. Məsəl üçün uşağımın allergiyası var və mən ona konfet o gün almaq istəmirəm çünki bir dənəsini yeyib artıq. Və onun ardını yeməsi onun üçün sağlamlığı üçün zərərlidir və mən valideyn olaraq bunun fərqində olduğum üçün o ağlasa da mən ona verməməliyəm. Bir sərhəddim var, qırmızı çizgim var. O ağlayır, özünü yerə də ata bilər. Artıq eləmirik, biz o dönəmi keçmişik, amma yəni eləyib də bunlar vaxtı ikən. O dönəm olub. Bəli, elə bir dönəmdən mən də keçmişəm. Uşaq ağlayır, özünü yerə atır, çırpır, qışqırır, bütün market ona baxır və mənim üçün maraqlı deyil ki, bütün market döndü bizə baxdı. Kimsə də fikirləşdi ki, yəqin pulu yoxdur, almır. Bu mənim üçün önəmli deyil. Bəzi valideynlər var, bu onlar üçün çox önəmlidir. Ay, biabır oldum. Qoy alım, verim tez əlinə sussun, aparım, çıxardım. Hələ bəzən ətrafdan alıb gətirib verənlər də olur. Bəli, o mənim də başıma gəlib. İsrarla mən verirəm, mən alıram. Deyirəm, verməyim, mən almıram. İcazə vermirəm. Mən icazə vermirəmsə sizin verməyinizi də istəmirəm də. Yəni bir konfetlə böyük bir şeydir ki, mən o boyda bazarlıq eləmişəm, bir dənə konfet uşağı ala bilmirəmmi? Yəni bu nədir? Nəyin düşüncəsidir? Sırf uşağı susturmaq üçün ümumiyyətlə heç düzgün deyil. Çünki sonra həmin uşaq istədiyi şeyləri ağlayaraq əldə etməyi öyrənir. Ki görüm mən nə qədər dözürlər mənim ağlama səsimə. Nə qədər zilə qalxa bilərəm. O da öz çizgilərini tapır artıq, qırmızı çizgilərini. Hətta uşaq müəyyən bir yaşdan sonra 3 yaş krizi deyilən bir şey də var. 3 yaş krizindən sonra da artıq uşaq müəyyən eləyir ki, mən kimə nə qədər ağlaya bilərəm. Məsələn, mənim qızım bilir ki, mənə nə qədər ağlayır, ağlasın, artıq mənim üçün fərqi yoxdur. Deyir küsdüm məsələn, deyirəm başa düşürəm, gəl qucaqlaşaq. Qucaqlaşırıq, barışırıq. Amma onun istədiyini almıram, bitdi. Bəs alan valideynlər necə olur? Orada uşağın sonrakı xarakterinə necə təsir eləyir? Hər dəfə ağladı, özünü uşaq yerə çırpdı, valideyn bunu aldı. Valideynin artıq orada uşağın gözündə belə deyək, o sərhədsiz bir valideyn olaraq görür və onun heç bir dediyinə artıq tabe olmamağa başlayır. O istəsə artıq onu şantajla hər istədiyini əldə eləyə bilir. Və bir şey də var əslində, uşağın özünün bir xəyalı olmalıdır, bir hədəfi olmalıdır. O ki, konfet ya da bir oyuncaq uşağın hədəfi olmamalıdır deyə düşünə bilərik. Amma bu bir başlanğıcdır. Uşaq fikirləşəcək ki, mən böyüyəndə özümə o oyuncaqdan alacağam. Məsəl üçün. Bu özü artıq bir hədəfdir. Bu uşaq üçün bir motivasiyadır. Mən məsəl üçün dərslərimi daha yaxşı oxumalıyam ki, mən bunu əldə eləyim. Müəyyən qədər bu şərtləndirmə kimi gələ bilər, amma bu müvəqqəti şərtləndirmədir. Bu kiçik bir yaşamın başlanğıcının hədəfləməsidir. Sonra bunun böyük bir versiyası var. Mən universiteti oxuyacağam ki, peşəm olsun, peşəm olacaq, mən pul qazanacağam, özüm üçün bunları əldə edəcəm. Yəni hədəfə yönəlik olur. Məsəl üçün mənim şəxsən bir pasiyentim var idi. Bir neçə dənə belə pasiyentlərim olub, yeniyetmə. O qədər uşağın hədəfi yoxdur ki, o qədər marağı yoxdur ki, uşaqda artıq depressiya yaranmışdı və intihara meyillilik var idi. Çünki istədiyi hər şeyi alırdılar. iPad istəyib ən bahalısından, ad günüsüdür, tez alıb veriblər. Ad günüsü olmayanda da hətta hədiyyələr alınırdı o uşağa. Yəni şərtsiz şəkildə. Ürəyi falan şey istədi, bu dəqiqə alıb gətirim. Nə istədi alıb veriblər. Uşaq artıq nə istəyəcəyini bilmir. Və bu çox böyük bir duyğusal boşluqdur. Uşaq istər uşaq olsun, istər böyük yetişkin insan nə istədiyini bilməyəndə boşluğa düşür. Və bu boşluq təəssüf ki, psixoloji problem yaradır.
Bu biraz qulağa qəribə səslənə bilər ki, yoxluq insan üçün daha çox problemdir, amma deyil. Çox varlıq da əslində müəyyən qədər bir problemə çevirə bilər. Bəs uşaqlara cəza necə? Cəza verilməlidirmi uşaqlara? Mən ümumiyyətlə cəzanın tərəfdarı olmayan bir insanam. Yəni iş həyatım boyunca, karyeri həyatım boyunca, həmçinin valideynlik həyatım boyunca da cəzadan ümumiyyətlə istifadə etməmişəm. Amma ki, belə deyək, cəza burada söhbət aqressiv cəzadan gedir də. Biri var pozitiv cəza, biri var aqressiv cəza. Mən pozitiv cəzalardan istifadə eləyirəm. Hansı formada? Məsəl üçün uşaq dərs oxumalıdır və müəyyən bir müddət verilib də bu uşağa ki, bu zaman zərfi içərisində bu uşaq bu tapşırığı yerinə yetirməlidir. Və uşaqda davranış pozuntusu var, istəmir eləmək. Deyirəm ki, olar, istəməyə bilərsən, onda biz səndən məsəl üçün digər oyunu da oynamayacağıq. Bizdə məsəl üçün inkişaf etdirici oyunlar olur, uşaqlar onları çox sevirlər həqiqətən də və onlar üçün o maraqdır, stimuldur ki, mən onunla oynamaq istəyirəm, bunu eləmək istəmirəm. Onu istəyirsənsə, birinci bunu bitirməlisən. Yox, birinci mən o oyunu oynayım, sonra bunu eləyəcəm, yox. Birinci önündəkini bitirməlisən, ondan sonra bu məsəl üçün biraz pozitiv cəzadır demək, biraz daha şərtləndirmə yenə də pozitiv şərtləndirmə deyə bilərik. Cəza sözünü sevmirəm. Bəs ümumiyyətlə qorxu cəza uşaqları yalan danışmağa sövq etmirmi? Bəli, edir. Çox təəssüf ki, edir. Amma bir şey də nəzərinizə çatdırım. Yalan ümumiyyətlə yalan danışmağa başlamaq inkişafın o da bir periodudur. Bağça dövründə uşaqlar bir-birlərindən öyrənirlər yalan danışmağı. Bu təkcə qorxudan qaynaqlanmır. Ancaq o halda qorxudan qaynaqlanır ki, valideyn uşağın yalanını tutur və ona böyük reaksiyalar verir. Cəzalandırır və yaxud da sən yalan danışdın, sən yalançı oldun reaksiyasını verməsi valideynin uşaqda artıq o şey, deməli mən yalan danışıramsa yalancıyam, mən yalancıyam. Artıq bundan sonra mən yalan danışıram deməli. Artıq uşaq belə deyib dürüstlüyə meylənmir, yalana meylənir. Halbuki orada məsələn valideyn reaksiya versə ki, mən sənin dürüstlüyünə inanıram. Əminəm ki, sən həmişə doğruları danışacaqsan. Uşaq biraz vicdan yaranır orada. Müəyyən qədər başlayır öz-özünü tənzimləməyə ki, yox, mən doğruları danışmalıyam. Valideynim mənə inanır. Mən nə deyirəmsə deyim, o mənə güvənir. Uşağın yalan danışması onda normal inkişaf mərhələsi sayıla bilər. Bəli. Ümumiyyətlə bütün bizim əslində o neqativ adlandırdığımız müəyyən şeylər ki var, onlar müəyyən bir dönəm olaraq uşağın inkişaf periyoduna aiddir. Aqressiya da məsəl üçün çox normal bir şeydir. Biz deyə bilmərik ki, əgər bu uşaqda aqressiya varsa, o mütləq hardansa görübdür. Xeyr, o bir duyğudur, o bir hissdir. Hətta məsəl üçün el arasında paxıllıq deyilir də. Məsələn, o paxıllıq duyğusu, qısqanclıq duyğusu belə norma sayılır. Amma müəyyən bir dönəmdə, müəyyən bir inkişaf periyodunda olur və düzgün yanaşma ilə ondan çıxmaq lazımdır. Bəli, bəs bu qısqanclıq adətən evin ilk uşaqlarında daha çox müşahidə olunur. Ki, ikinci övlad dünyaya gələndə o uşaqda qısqanclıq yaranır. Hətta bəzən eşidirik ki, gedir o balaca bacısı və yaxud qardaşı olsa onu vurur, onun evə gəlməsini istəmir. Bu necə ümumiyyətlə, bu barədə nə deyə bilərsiniz? Əslində bu da normal sayılır. Çünki təsəvvür eləyin, dünyanın mərkəzindəsiniz. Anidən ikinci plana düşmək kimi bir təhlükə yaşayırsınız. İstərsəniz, yəni uşaqla empatiya quranda başa düşmək olur ki, burada ikinci plana düşmək qorxusu var deyə uşaq qısqanır. Burada yenə çox təəssüf ki, valideynlərə belə deyək, məsuliyyət çox düşür. Hər iki valideynə bu arada adətən anaya yüklənilir, amma burada təkcə ananın yox, həm də atanın rolu çox böyükdür ki, məsəl üçün daha balaca olanla ana məşğul olanda ata böyüyün başını qatmalıdır. İkisi bir uşaqla məşğul olanda o birisi uşaq özünü kənarlaşmış hiss eləyir, dəyərsiz hiss eləyir. Məsəl üçün anam digər qardaşımla məşğul olur, ya bacımla məşğul olur, atam da mənlə oynayır. Sonra baba nənə varsa hələ evdə, o biraz daha kritikdir. O daha biraz problemli tərəfdir. Biraz daha müdaxilələr olursa, məsəl üçün mənim uşağım hamıdan yaxşıdır. O birisini daha belə pohpohlayanda deyir ki, balacanı daha belə önəmsiz görməyə başlayır da ki, o önəmsizdir, mənəm önəmli. Əslində onu da eləmək düzgün deyil. Bir tarazlıq qorumaq lazımdır ki, məsəl üçün o sənindir. Sənin anlayışın, mən anlayışını uşaqda formalaşdırmaq lazımdır. Uşaq bacısını və ya qardaşını özümsəməlidir. Mənimdir, mənə aiddir, mənə məxsusdur kimi. Günel xanım, uşaqlarda utancaqlıq hissi geniş müşahidə olunur. Valideynlər bunu necə dəstəkləyə bilər ki, uşaqlar
cəmiyyət içinə çıxanda və yaxud da bir mühitə düşəndə daha özgüvənli olsunlar? Əslində utancaqlıq da müəyyən bir dönəmdə, inkişaf periodunda normal bir hadisədir. Çünki o da bir duyğudur. Ümumiyyətlə insani duyğuların hər biri müəyyən bir dönəmdə uşaqda yaşanmalı olduğu bir şeydir ki, onu bir şəxsiyyət kimi formalaşdıran bir vəziyyətdir. Sadəcə olaraq valideynin yenə yanaşması çox önəmlidir. Bəzən mən çox görürəm belə şeyləri ki, uşağı məcbur eləyir valideyn ki, get danış, utanma, itələyirlər, məcbur qoyurlar, belə deyək, məruz qoyurlar. Bu düzgün bir şey deyil əslində. Uşaqda daha çox özünə qapanma yarada bilər bu ki, yaradır da. Bu halda valideyn nə edə bilər? Məsələn, görür ki, uşaq təşəbbüs eləmək istəmir. Valideyn özü yaxınlaşa bilər, ona nümunə göstərə bilər. Uşaqlar ümumiyyətlə ona dediyinizdən daha çox müşahidə yolu ilə öyrənir. Məsələn, siz tutaq ki, etdiklərimizi deyək də. Bəli, etdiklərimizi təkrarlayırlar. Məsələn, bir uşaq görsə ki, valideyn yemək yeyəndən sonra boşqabını aparıb qoyur, bəli, mətbəxə qoyur, krantın altına qoyur. Bir müddət sonra uşağın beynində belə bir şey formalaşacaq ki, mən də aparıb yeməyimi yeyəndən sonra orada qoymalıyam. Yaxud da səhər oyandım, pijamalarımı çıxardıb, ev paltarımı geyinməliyəm. Bu uşağın müşahidə yolu ilə öyrənməsidir. İndi bu biraz daha bəsit bir şeydir. Məsəl üçün ən kulminasiya nədir? Uşaq görür ki, valideyni işləyir, çox yaxşı qazancı var, bütün günü telefondadır, kitab oxumur. Deyir, mən niyə kitab oxuyuram? Valideynim kitab oxumur ki, o kitab oxuyaraq pul qazanmır, o telefonla oynayır. O başa düşmür ki, hə, mənim valideynim də nə vaxtsa mənim yaşımda olub və kitab oxuyubdu. O onu götürmür. Belə deyək, məhduddur onların belə bu mövzudakı baxış açısı. Valideynlərin dövründə telefon heç olmayıb demək olar ki. Bəli, bəli. Uşaq istəyir ki, görsün ki, o da kitab oxuyur və ondan nümunə olaraq götürsün. Kitab oxuyan bir valideynin övladından ola bilməz ki, məsələn, telefonda marağı olsun. İndi elə insan var ki, təbii ki, telefonda oxuyur kitabı. Elə insanlar da var, elektron kitablar oxuyur, amma mən tövsiyə eləyərdim ki, belə deyək də, manual, dədə-baba qaydası ilə olan normal o kitabları oxusunlar ki, uşaqlara nümunə olsunlar. Uşaq görsün ki, hə, mənim valideynim də kitab oxuyur. Qoy mən də gedim dərslərimi oxuyum. Nümunə çox önəmli bir şeydir həqiqətən də. Eyni ilə də sosiallaşmaqda valideyn özünü göstərməlidir ki, uşaq da onu adamamın gətirsin. Bəli. Bəs uşaqlarda yuxu problemləri ilə bağlı nələr deyə bilərsiniz? Çünki çox eşidirik ki, valideynlərin necə deyirlər, ən yaralı yeridir. Uşaq yatmır, ancaq oynamaq istəyir. Gecə saat 11 normalda həmişə deyirlər ki, 10-da kimi uşaqlar yatmalıdır, maksimum 11-ə qədər. Amma uşaqlar bəzən elə olur ki, 12-yə 1-ə qədər oyaq qalan uşaqlar olur ki, valideynlər deyir, heç cür öhdəsindən gəlib yatızdıra bilmirəm. Sizcə burada əsas problemi, qaynaq olaraq əsas problem nədir? Burada əslində bir yox, bir neçə dənə nüans var. Mən deyə bilmərəm ki, konkret buradan qaynaqlanır. Çünki burada nevroloji səbəblər var. Burada genetik səbəblər var hətta. Məsələn, ola bilər ki, valideynlərdən biri və yaxud da hətta nənə babalardan hansısa birində yuxuya getmədə çətinlik var. Bu yuxu hormonu ilə bağlı olan bir şey, melatonin hormonunun beyində az ifraz olunması ilə bağlı olan bir şeydir və bu uşaqda da təkrarlanır. Biz burada məsəl üçün sırf deyə bilmərik ki, disiplinlə bağlıdır. Amma elə uşaqlarda var ki, orada disiplin problemi var. Məsələn, yatmaq saatıdır və evin bütün işıqları yanır. Ata oturub televizora baxır, ana israrla uşağı aparıb yatızdırmaq istəyir. Bu halda uşaq necə getsin yatmağa? Evdə hələ də gündüz çağıdır. Yaşam aktivdir. Həyat indi başlayır. Ata indi gəlib evə. Mən niyə yatmalıyam ki? Hansı ki, məsəl üçün ən azından uşaq necə deyim, öz yerinə girənə qədər o belə rutinləri də, məsələn, getdiyi dişini fırçaladı, pijamasını geyindi, yerinə uzandı, işıqlar söndü. Bəlkə ola bilər həzin bir musiqi qoyulsun və yaxud da nağıl oxusun valideynlərdən hər hansısa biri. Bu rutinlə gedilsə, əlbəttə ki, uşaq yavaş-yavaş günü sonlandıra bilər. Yoxsa ki, orada televizor yanır, orada futbola baxılır, ya nə bilim hansısa seriala baxılır. Buradan da uşaq israrla yatmalısan, yatmaq vaxtında eləmək olmaz. Yəni bu uşaq üçün də haqsızlıqdır ki, orada yaşam davam eləyir, mən niyə yatmalıyam ki? Nasıl gecədir, nasıl qaranlıqdır?
Müasir dövrdə valideynlərin iş yükü çoxdur bildiyimiz qədərilə. Bəs valideynlər ən çox şikayətlənir ki, uşağa çox vaxtımız qalmır, uşaqla çox maraqlana bilmirik. Bəs valideynlər bu qədər iş yükünün arasında necə edə bilər ki, uşaqlarda olan bu psixoloji durum, psixoloji çətinlikləri daha yaxşı görə bilsinlər? Bizim mərkəzimiz biraz da ona xidmət göstərir. Bəli. Bizdə məsəl üçün after school var. Məktəbdən sonra uşaqlarla məşğul olmaq. Həmçinin məktəbə qədər qruplarımız da var. Yəni qrup deyəndə ki, biz yenə də uşaqlarla hər biri ilə individual şəkildə məşğul oluruq. Uşaq gəlir, indi tutaq ki, dərsdən gəlibsə birinci biraz yemək yeyir və yaxud da fasilə verir, istirahət edir. Sonra otururuq, başlayırıq dərslərini məşğul oluruq. Daha sonrasında psixoloji seansı keçilir. Həmin uşağa rəqs dərsləri keçilir və oyun saatları olur, müəyyən fasilələrlə təbii ki. Və həmin uşağın normal olaraq o mühitdə qalanda psixoloji problemi varsa aşkarlayırıq və onu valideynə bildiririk ki, yəni bu problemi var. Biz bunlarla məşğul oluruq, xəbər veririk əlbəttə ki. Bizim mərkəzimizə gəlməyən uşaqlar neynəsinlər? Valideyn uşaqda məsəl üçün hiss eləməlidir də artıq onu ki, məsələn, keçən ay bu uşaq tutaq ki, ən çox sevdiyi şey hansısa bir oyuncağı var idi və onunla sakitləşirdi, onu qucaqlayıb ondan yatırdı, yaxud da filan yeməyi çox zövq alaraq yeyirdi. Əyləncəli idi, musiqilərlə məşğul olurdu, nə bilim, oynayırdı, rəqs eləyirdi. Amma bu ay nəsə özünə çox qapanıb, daha aqressivdir, verilən suallara aqressiv cavab verir. Bu halda artıq valideyn də belə deyək, həyəcan təbiri çalmalıdır ki, bu uşaqda nəsə baş verib həyatında. Əslində çox yaxşı olardı ki, yəni bir yarım saat belə olsa, məncə hər valideyn övladına bir gün ərzində vaxt ayıra bilər və iş görə-görə də bunu eləyə bilər. Mən bunu öz valideynlərimizə də həmişə deyirəm ki, məsələn, yemək bişirirsiniz də, yəni bu sizin rutin həyatınızda aid olan bir şeydir. Ondan kömək istəyin. Məsələn, soyuducudan mənə pomidor gətirə bilərsən, zəhmət olmasa. Ya da balkondan mənə kartof gətir, xahiş eləyirəm. Səninlə birlikdə yemək bişirməyi çox sevirəm mən. Uşaqlar özdə bu işlərə çox maraqlı olurlar. Bəli, amma valideynlər ay əlin kirlənər, ay nə bilim nə olar, filan şey dərmanlıdır. Əlini yuyanda təmizlənəcək də, onun əlinə yapışmayacaq ki. Və sanki valideynlər mətbəxdə uşağı görməyə səbirləri çatmır. Halbuki uşaq sevir mətbəxdə olmağı. Əlinə verin bir dənə yağ bıçağını, qoyun o da kartof doğrasın. Məsələn, kəsici bir şey deyil ki, yağ bıçağıdır da. Və o onun üçün həm də özgüvən artırıcı bir şeydir ki, mən anama kömək etdim. Və həmin o bişirmə əsnasında söhbət edə bilərsiniz. Bugün günün necə keçdi? Maraqlı idi. Nəsə səni narahat edən bir şey olmadı ki? Əmin olun ki, bu mühitdə olan uşaq, heç ananın vaxtı yoxdur. O yarım saat ancaq yemək bişirəndə danışıb o uşaqla. O uşağın özgüvəni daha çox olacaqdır. Və çöldə nəsə bir problem yaşayanda gəlib birinci onu öz valideyninə deyəcəkdir. Çünki valideyn ondan maraqlanır. Onun hissləri ilə, onun yaşadıqları ilə maraqlanır. Bəs valideynlərin öz uşaqlarını başqa uşaqlarla və yaxud da ailə içindəki digər uşaqla müqayisə etməsi bu müqayisə uşaqlara necə təsir edir? Bu əslində mənim çox vaxtı belə deyərdim yaralı yerimdir. Niyə görə? Çünki valideynlərin əksəriyyəti bunu eləyir və bu uşağın özgüvənini həqiqi mənada baltalayır. Və bunu çox kiçik yaşlarından eləyirlər. Böyüdükcə də daha da artırırlar. Uşaq böyüyür, valideyn leveli artırır və özgüvən daha da belə deyək, krizis vəziyyəti gəlib çıxır. Axırda keçir qonşunun uşağı, filankəsin uşağı, Sinif yoldaşın, hətta bəzən belə valideynlər fərqində olmadan çevrədəki insanlara qarşı öz övladında aqressiya oyadır. O məndən daha mı yaxşıdır? Mən yetərsizəmmi? Valideynim demək onu daha çox sevir. nümunə gətirilən həmin o xalqın uşağı. Bəli. O xalqın uşağı xəbəri yox deyə heç. Yəni o xalqın uşağı heç bəlkə də evdə o qədər dəyər görmür. Amma qonşunun evində həm uşaq çox o qədər dəyər görür ki, artıq aqressiyası belə var. Onun düşməni var, artıq xəbəri yoxdur. Yəni həqiqətən də biraz gülürük, amma bu ciddi bir şeydir. Yəni qonşuda sən artıq öz qonşunun uşağına qarşı evində düşmən yetişdirirsən. Ki, bax görsən filan kəs görsən nə yaxşıdır. Məsələn, bacı-qardaş qısqanclığında da ondan rastlaşırıq, onu da deyim sizə. Məsəl üçün olur ki, özündən balaca, özündən böyükdən daha aktivdir. Nə bilim indi uşaqda da gördüyünü götürür. Anası deyəndə ki, belə elə, o böyükdən əvvəl balaca eləyir. Deyir ki, görsən o səndən balacadır, amma o elədi.
böyükdə balacaya qarşı qısqanclıq yaranacaq. Bu çox normal bir şeydir. Ha, demək o məndən daha üstündür və yaxud da əksinə də ola bilər. Balaca uşağa böyüyü nümunə gətirirlər. Görsən səndən böyük görsən nə yaxşı eləyir, onu örnək al. Sən niyə bu qədər dəcəllik eləyirsən? O uşaq gedəcək biraz da dəcəllik eləyəcək. Ki mən yetərsizəm də dayı. Onsuz da məni belə qəbul eləyiblər. Valideynlər arasında boşanma uşaqların psixologiyasına necə təsir edir? Bu təsiri minimuma endirmək üçün nələr etmək olar? Boşanma mövzusu çox biraz həssas mövzudur. Ona görə də mən belə deyərdim. Əgər valideynlər birlikdə yaşayanda uşağa daha çox zərər verirlərsə, onların ayrı olaraq yaşaması uşağın sağlamlığı üçün çox daha xeyirlidir, faydalıdır. Yalnız o halda ki, ayrılıb biraz belə deyək, mədəni formada qala bilmək lazımdır da. Yəni bir-birinə hörməti saxlaya bilmək lazımdır. Uşaq görməlidir ki, mənim atam anamdan uzaqda yaşasa belə ona hörmət eləyir. Həmçinin anam da atamdan uzaqda olsa belə ona hörmət eləyir. Çünki burada unutmamalıyıq ki, kişi və qadın modeli var. Bir uşaq üçün qadın modeli öz anasıdır, kişi modeli isə atasıdır. Və təsəvvür edirsiniz, ana daim olaraq atanı pisləyir evdə. Uşaq üçün o kişi modeli necə olacaq, necə formalaşacaq? Yəni sonra başqa problemlər çıxır üzə, nə bilim, homoseksuallıq olsun, feminizm olsun, çox müxtəlif problemlər çıxır. Feminizm əslində bir problem deyil, amma feminizmi problem həddinə gətirmə məsələsi var da, belə deyək. Yəni valideynlər bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar. Sənin anan belə elədiyi üçün biz ayrıldıq, sənin atan belə elədiyi üçün biz ayrıldıq. Yox, qarşılıqlı olaraq hörməti qorumaq lazımdır. Bu halda yalnız uşağa zərər vermədən belə deyək davam etdirə bilərlər. Bəli. Bəs uşaqlara yox deməyi necə öyrədək? Əslində uşaq yox deməyi bacarmalıdır. Biraz o da daha az yaşlarından başlayır. Yəni uşaq özü bioloji olaraq artıq onunla doğulur, mən deyərdim ki, uşaq məsələn istəmədiyini bildirir. Mən bunu istəmirəm. Bizdə nə var? Məcbur eləmək. Yox, niyə istəmirsən ki? Məsələn, ən basitindən yemək. Nətər yəni istəmirsən? Mən sənin üçün bunu bişirmişəm, bunu yeməlisən. Uşaq istəmir. İsrarla onu yedirməyin anlamı yoxdur. Mən çox görmüşəm elə valideynlər uşağın ağzını açıb yeməyi ağzına tökürlər. Siz təsəvvür edirsiniz, o uşaq yox deyə bilər səhərsi ki. O fikirləşir ki, mən yox deyəcəm, başıma nəsə gələcək. Yox deməkdən artıq ehtiyat edirlər. O birinci yox evdən başlanır. Uşaq birinci yoxu valideyninə deyir. Hə, başa düşürəm, istəmirsən, yaxşı. Yaxşı, bəs başqa istədiyin bir şey varmı? Deyək ki, kartof qızartması istəyirsən, makaron istəmirsən, yəni qreçka istəmirsən, sənə kartof bişirim. Deyəcək, yox, yaxşı özün bilərsən. Amma bunu deyirəm, bu arada qida mövzusuna da girmiş oldum. Mütləq şəkildə əl altında şirin şeylər qoymursunuz ki, uşaq çünki gedəcək konfeti yeyəcək, doyacaqdır. Ona görə əl altında mütləq şəkildə şirin şeylər yığışdırılır. Yemək istəyirsənsə yemək var. Gətirməyirsən, yox istəmirəm, onda konfet yox, ola bilməz. Yeməyi yeyirsən olacaq. Yəni burada da biraz şərtləndirmə kimi olur, amma yəni hansı yemək istəyirsən, bişirim sənin üçün, ye. Sonrasında konfet yeyə bilərsən, amma konfetlə qarnını doyurmağını istəmirəm. Çünki zərərlidir. Adətən valideynlər deyir uşaqlara seçim buraxanda ya makaron vermişik, ya kartof qızartması istəyirlər də. Bəs sağlam qidalandırmaq istəyən valideynlər olur ki, övladını sağlam şəkildə qidalandırmaq istəyir. Bildiyimiz kimi onlar çox sağlıqlı deyil və bu zaman valideyn nə etməlidir? Onu əvvəldən eləməlidir. Əlavə qidaya keçid dönəmi var. Məsəl üçün valideyn qorxur uşağın daddırmağı da bütöv şəkildə hər şeyi blenderdən keçirərək yedizdirir. Bu uşağın artıq dad reseptorlarına təsir eləyir. Məsəl üçün kub şəklində 6 aylıq, 7 aylıq uşaq kub şəklində doğranmış hər bir tərəvəzin dadını bilməlidir. Buxarda bişir, yumşaq olur onsuz da, onun damağı sərt olur, damağı ilə əzib uda bilər. Amanın günündə boğular uşaq, ay bir şey olar falan, belə deyərək uşağın qida reseptorlarını, hətta çənə aparatını belə deyək, inkişafına mane olurlar bundan. Hər şey blenderdən keçirib edilir. Uşaq var ki, 5 yaşına qədər blenderdən keçirilmiş yemək yeyir. Sonra deyirlər uşağın nitqi niyə gerilədi? Uşağın çənə aparatı inkişaf eləməyib, dişləri inkişafdan qalıb, dilin forması belə inkişafdan qalıb da. Yəni ona görə də ümumiyyətlə bu qida seçimi mövzusu çox önəmli bir nüansdır. Uşağa çox bəli, bir də seçim məsələsi var. Deyirik ki, uşağa çox seçim verəndə ancaq bunu istəyir ya da bunu istəyir. Biz 2 seçim qoyuruq. Ya bunu yeyəcəksən, ya bunu.
Yaxud da geyimdə də ya bunu, ya bunu 2 dənə paltarım var, ikisindən birini geyinə bilərsən. Bütün qardırobu açıb qoysanız əlbəttə ki, deyəcəyəm, qoy görüm hansını. Bəli. Dərs ili başlayanda uşaqlarda ən çox müşahidə olunan problemlərdən biri məktəbə getmə qorxusu, valideynim məni götürməyəcək, sinifdə qalacam qorxusu. Bunun kökündə nə dayanır? Bunun kökündə o dayanır ki, uşaq ümumiyyətlə bağçaya getməyib. Bağçaya getmiş uşaqda o qorxu olmur heç vaxt. Çünki bilir ki, hə, ana onsuz da məni gətirib qoyub, sonra da gəlib götürəcəkdi. Həmçinin məktəbə qədər hazırlıq görməmiş uşaqlarda olur bu problem. Yəni uşaq əgər məktəbə qədər hazırlığa gedibsə vaxtında, bir müddət sonra alışır da, maksimum 1 həftə, 2 həftəyə alışır ki, ana gətirir, qoyur, mən burada dərs oxuyuram, sonra gəlir məni götürür. O qorxu onda olmur ki, hə, məni birdən götürməzlər. Və tamam, bunların ikisi də olmayıbdı. Uşaq birbaşa məktəbə gedir, nə edə bilərik? Uşaqla evdə mütləq danışılmalıdır. Bax, sən böyümüsən deyə artıq məktəbə başlayırsan. İstənilən halda bu arada bunu danışmaq lazımdır. İstər bağçaya getmiş olsun, getməmiş olsun, məktəbə qədər hazırlıqda da getmiş olsun, olmamış olsun. Uşağa başa salmaq lazımdır ki, sən yeni bir dönəmə girirsən. Orada sənin yeni insanlarla tanış olacaqsan, yeni uşaqlar görəcəksən, yeni müəllimlər görəcəksən. Sənin üçün çətin ola bilər, başa düşürəm. Amma bu sənin həm də xoşuna gələcək. Belə motivasiyada, biraz da kitablar, rəngli şəkillər falan. Evdə mütləq motivasiya edib göndərmək lazımdır ki, uşaq onu qorxulu bir şey kimi qəbul etməsin. Bəli. Bəs koxlear implant olmuş uşaqlarla işləyərkən bu adaptasiya prosesi necə olmalıdır ki, çətinliklər olmasın? Ümumiyyətlə koxlear implantasiya olunmuş uşaqlar üçün hər şey sıfırdan başlanır demək olar ki. Çünki təsəvvür eləyin, uşağın 6 yaşı var, 7 yaşı var və bu yaşına qədər ümumiyyətlə heç bir səs eşitməyib. 7 yaşında uşaq anidən başlayır eşitməyə. Həmin o uşağın eşitməsi olur körpə bir uşaq səviyyəsində. O qədər həssas olur ki, məsəl üçün önündə başqa bir şey, bir mənzərə var. Arxada məsəl üçün nəsə anidən bir partlama səsi kimi də yerə nəsə düşdü, tak deyə bir səs gəldi. Uşaq ürkür, qorxur. Onun üçün yad bir səsdir, onu eşitməyib. Onun üçün təhlükədir. Ona görə də uşağa müəyyən bir səsləri asta-asta alışdırmaq lazımdır. Hətta sözlərin məsəl üçün uşağa bəzi təəssüf ki, belə deyək də metodistlər uşağa tutaq ki, sözü öyrədib almanı, şəkli göstərir alma. Uşağa meyvəni göstərirsən, yedizdirirsən, bilmir. Bunun yediyi şeyin alma olduğunu bilmir. O kartla öyrənib ki, bu almadır. Yaxud da alma, hə, alma dedi. Bu gün bu uşaq alma dedi. Bəs onun nə olduğunu bilmir axı, o meyvə olduğunun fərqində deyil. Eynilə hisslər, hətta hissləri belə həmin uşaqlara sıfırdan öyrətmək lazımdır. O keçirdiyi duyğunun adı var. Sən indi qorxdun. Bax, bunun adı qorxudur. Uşaq onu da anlamalıdır. Yəni eşitdiyi hər şey onun üçün artıq yeni bir informasiyadır. Ümumiyyətlə koxlear implant olmuş uşaqlarda mütləq şəkildə həm loqopedi işləməlidir, həm psixoloq işləməlidir və hətta ona psixopedaqoji yanaşma da olmalıdır ki, məsələn o tipik uşaqların getdiyi standart bir məktəbə qədər hazırlığına hələ gedə bilməz. Xüsusi şəkildə hazırlanmalıdır və müəyyən müddətdən sonra əlbəttə ki, öz yaşıdları ilə eyni səviyyədə olacaqdır. Yəni o demək deyil ki, o digərlərindən fərqlənir və geridə qalmalıdır. Standart adi məktəblərə gedə bilər həmin uşaqlar və gedənlər də var, çoxdur. Universitet bitirənlər də var hətta. Uşaqların çəkdiyi rəsmlər, onların oynadıqları oyun növləri, onların ümumiyyətlə psixologiyası haqqında nələri deyə bilər? Mən ən sevdiyim sahədir bu. Art terapiya çox sevirəm. Çünki uşaq şəkli çəkəndə mən artıq onun bütün daxili dünyasını görürəm onun çəkdiyi şəkildə və bu mənə çox zövq verir. Bu özü də zamanla yaranmış bir şeydir. Təbii ki, təcrübə, aldığımız təlimlər və s. Uşağın əgər iç dünyasını bilmək istəyirsə, onun çəkdiyi şəkillərə baxın. Yəni bir sözlə bunu deyə bilərəm. Məsəl üçün ən çox aktual nümunə nə ola bilər? Günəş şəkli. Ana əgər uşağın gözündə özünün necə göründüyünü bilmək istəyirsə, onun çəkdiyi günəş şəklinə baxmalıdır. Tutaq ki, bir adi bir mənzərə şəklidir. Orada günəş varsa ona baxmalıdır. Görsün necə çəkib, mərkəzindədirmi? Kənarındadırmı? Məsəl üçün sol küncdə yarımçıqdırsa, bu o deməkdir ki, ananın sevgisi çox yetərsizdir uşaq üçün və hətta düşünür ki, əvvəllər daha çox sevgi verirdi, amma indi vermir. Əgər sağ tərəfdə küncdədirsə, anadan alır sevgi, amma yenə də yetərli deyil, yarımçıqdır çünki.
Günəş bütöv şəkildə olmalıdır. Yumru və daha dolğun. Balaca da ola bilər. Əslində indi o uşağın biraz xəyal dünyası ilə də əlaqəli bir şeydir, amma yenə də tam olmalıdır. Tamlığı çox əhəmilidir. Hətta günəşin şüalarının forması belə çox əhəmilidir. Əgər günəşin şüaları günəşdən çox aralıda çəkilibsə, o yenə də ana ilə emosional bağın zəifliyini göstərir. Uşaq istəyir sevgini, istiliyi yetərincə ala bilmir. Amma bitişik şəkildədirsə, yəni ya da daha yaxındadırsa, yəni çox qopuq deyilsə, onda artıq tam istədiyi uşaq o dolğun sevgini anadan ala bilir deməkdir. Onda valideynlər bunu evdə sınaya bilər, belə deyək. Bəli, sınaya bilərlər. Amma daha uşağa da günəş şəkli çək görüm necə çəkirsən, elə yox. Məsələn ki, burada bir dənə mənzərə şəkli çəkək görək necə olur. Sənin təsəvvüründə məsələn mənzərə şəkli necə olardı deyə bilərik. Və son olaraq istəyərdim bir mövzuya toxunaq. Valideynlər öz stresslərini, bəzən işdə olur ki, stressdə olurlar, bəzən ailə həyatında ola bilər. Yəni bu stress uşaqlarına ötürməmək üçün nələr edə bilərlər? Əslində qalsa heç bir problem olmayan insanların belə, yəni hər şey qaydasında gedən insanlarda belə stress faktoru var. Çox təəssüf ki, ancaq bir yol getdiyiniz zaman, nə bilim, tıxac olur, gecikir harasa, bunun özü belə stressdir artıq və yaxud da birdən yeməyə çatdırmaram da ki, uşaqlar birazdan evə gələcək. Bunun özü belə stressdir. Yəni çox böyük stressləri hələ demirəm belə. Bunların hamısı xırda-xırda stresslərdir və toplanıb bir insanda aqressiya yarada biləcək səviyyəyə gəlib çıxa bilir. Bu halda əslində valideynlər, ana istər olsun ata, özünün fərqində olmağı bacarmalıdır. Öz stressini idarə edə bilmədiyi halda valideyn uşağa da onu ötürə bilmir. Məsəl üçün bütün problemləri qışqıraraq həll etməyə çalışan bir valideynin uşağı sakit danışan bir uşaq olmayacaqdır. Ola bilər ki, əksinə sakit danışan olsun, o da özgüvənlə əlaqəli bir şeydir. Uşaqla o qədər yüksək səs tonuyla danışılır ki, uşaq özgüvənsizləşir və daha belə yavaş-yavaş danışır. O valideyn uşağın üstə qışqırır ki, biraz yüksək səs tonu ilə danış, mən səni eşitmirəm. Bu özü də artıq yenə problemə çevirir. Və yaxud da ki, uşaq baxırsınız ki, elə bilsən əlində mikrofonla danışır da, uşaq necə qışqıra danışır. Çünki o evdə də onu görüb ki, valideyn əsəbləşən kimi başlayır qışqırmağa. Öz problemlərini qışqıraraq həll eləyir, belə deyək. Yəni belə deyək də, valideyn öz hisslərindən özü bacarmalıdır, öz-özünü tənzimləməyə bacarmalıdır. Əgər bacara bilmirsə, yəni öz emosiyalarını idarə etməkdə çətinlik çəkirsə, psixoloqa müraciət edə bilər. Psixoloqa müraciət etmək hansısa bir pozuntu demək deyil. Biz ancaq pozuntu zamanı lazım deyilik. Biz həm də normal stressli həyat tərzi zamanı da dəstək oluruq. Bəzən bizə elə bir vaxt gəlib çıxırlar ki, artıq psixiatra yönəltmək məcburiyyətində qalırıq ki, sənin artıq problemin psixiatrlıqdır. Yəni çünki saxlayıb problemi uzadıb, elə bir vəziyyətə gətirib ki, artıq pozuntu halına çevrilib və artıq buna medikal müdaxilə lazımdır. O zaman gəlir terapiyaya, artıq terapiyalıq deyil bu və yaxud da təkcə terapiya ilə həll olunmayacaq bir problemdir. Çox tövsiyə edərdim insanlara ki, problemlərini terapiya ilə həll edə biləcəkləri dönəmdə müraciət etsinlər. Eynilə bu dönəm dediyim kimi stresli bir həyat yaşayır və yəni öz-özünə onun içərisindən çıxmağınız biraz çətin məsələdir. Yəni 1-2 seansla həll edə biləcəyiniz bir probleminizi aylara yaymağın bir anlamı yoxdur. Zamanında həll etmək lazımdır bəzi şeyləri. Çox sağ olun Günel xanım, təşəkkür edirəm gəldiyiniz üçün. Çox maraqlı mövzulara toxunduq. Ümid edirəm ki, bizi dinləyən, bizə baxan izləyicilər üçün faydalı oldu. Kimlərisə problemlərini öz danışığımızda müzakirə etdik, problemlərin həllinə yönəlik olmağa çalışdıq. Təşəkkür edirəm sizə. Mən çox sağ olun deyirəm. Təşəkkür edirəm ki, belə çox maraqlı bir suallar hazırlamışdınız və çox dəyərli vaxtınızı ayırdığınız üçün də təşəkkür edirəm. Təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün. Sağlam Söhbət podkastının da növbəti buraxılışının sonuna gəldik. Sizinlə mən idim Könül Oruc. Növbəti podkastda görüşənədək sağ olun, salamat qalın.